Hər kəsə salamlar. Mən Nəzrin Nəşirova. Bu günləri sizlərlə mövzumuz nəyə görə Azərbaycanda universitet seçimi edərkən, ixtisas seçimi edərkən ingilis dili təhsilinə daha çox diqqət yetirməliyik. Yəni nəyə görə seçim edərkən qarşısındakı o tədris ingilis dilli yazısına diqqət etməli və onu seçməliyik. Yəni mən sizə burada müsbətləri deyəcəm, mənfiləri deyəcəm ki, mənfilər o qədər azdır ki, yəni ki, heç gözünüzə də görünməyəcək və siz isə seçiminizi edəcəksiniz. Deməli, ilk öncə özümü tanıdım. Əgərləri kanalıma abunə olmuşsunuzsa, böyük ehtimalla biraz bilirsiniz ki, kiməm və nə üzrə təhsil alıram. Amma yenə də bilməyənləriniz üçün qeyd edim ki, mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tədris ingilis dili bölməsinin birinci kurs tələbəsindəyəm və dövlət sifarişi ilə daxil olmuşam 481 balla. Və bu arada vergüsüz falan, yəni tam 481 bal yığmışam. Ümumiyyətlə mən abituriyent vaxtı axtardığım zaman, yəni bir mənbə axtarırdım ki, mən nəyə görə tədris ingilis dilində seçməliyəm? Yəni fakültəmi bilirəm, bunu seçərəm. Okey, mən bunu istəyirəm, amma qarşısındakı o tədris ingilis dilində yazısını və qarşısındakı o yüksək balı tam dərk edə bilmirdim, anlaya bilmirdim. Yəni ümumiyyətlə siz bura baxırsınızsa, bu videoya baxırsınızsa, sizin də ağlınızda bir sual var ki, mən nəyə görə tədris ingilis dilində seçməliyəm? Yəni bunun Azərbaycan dilində, yəni tədrislə, ingilis dilində tədrisin nə fərqi var? Yəni ümumiyyətlə niyə var? Yəni bu suallar mənim ağlımda var idi və mən ümumiyyətlə TikTok, Instagram, YouTube, ChatGPT, yəni mən bunlarla maraqlandığım zaman, yəni məlumat o qədər az idi ki, yəni mən anlaya bilmirdim ki, yəni mən nəyə görə seçirəm bunu. Və bu günləri mən sizə bu problemi həll eləmək üçün buradayam. Yəni deyəcəksiniz ki, ChatGPT onsuz da bizə deyir də, amma siz bir düşünün. ChatGPT robotdur və bir insanın universitetə gedib görən birinci kurs tələbəsinin təəssüratını o yaşamır və bilmir. Yəni o sxematik sözlər deyəcək və siz yenə anlamayacaqsınız. Amma mən sizə bugün təəssüratlarımı paylaşacağam. Deməli, ilk olaraq biz tədris ingilis dilində düşdüm və mən təbii ki, benimdə 0-1 məlumat və təbii ki, mən beynimdə 0-1 məlumatla universitetə gedirəm və hələ başıma olacaqlardan, başıma gələcəklərdən xəbərsizəm. Yəni, dostlar, bilirsiniz necədir? Siz bilirsiniz ki, ingilis dilində tədris alırsınız. Amma yəni sizə verilən şanslardan xəbəriniz yoxdur və bu o qədər pis bir şeydir ki, yəni sizə verilən şansları əvvəlcədən bilmək çox yaxşı bir şeydir. Yəni mən ixtisas seçimində düşdüyüm fakültəni çox sevmişdim, amma tədris ingilis dilində olanda nə fərq olacağını tam anlamamışdım. Bugün isə sizə o problemi aradan qaldırırıq, hətta burada not dəftərində yazılar da yazmışam sizin üçün. İlk olaraq siz universitetə nə səviyyədə, yəni istər A1 ingilis dilinə daxil olun, istər C2 səviyyəsinin ingilis dilinə daxil olun. Amma siz bu 4 ilin axırında, sonunda siz artıq C2 səviyyəsinə, yəni professional ingilis dilinə danışma bacarığını əldə edəcəksiniz. Yəni siz dövlət sifarişi ilə düşmüsünüzsə, ümumiyyətlə bu bir müsbətdir sizin üçün. Çünki artıq başa düşürsünüzmü, siz pulsuz bir kursa yazılmışsınız elə bil ki. Və universitetin məktəbdən bir fərqi var ki, burada sonraki videolardan bir spoiler verəcəm. Çünki mənim sonraki videolarımın birinin başlığı budur ki, universitetlə məktəbin arasında fərq. Yəni, fərq odur ki, bir dənəsi, siz burada özünüz üçün oxuyursunuz. Yəni, sözün həqiqi mənasında özünüz üçün oxuyursunuz və oxumasaz kəsilirsiniz və bu universitetdə heç bir müəllimin yəni, problemi deyil. Yəni, bu artıq sizin öz məsuliyyətinizdə olan bir şeydir. Yəni, ilk anladığım budur universitetdə. Və sözlərimizə qaydaq, cümləmizə qaydaq və biz C2 səviyyəsini ingilis dili əldə etmiş oluruq. Yəni siz təbii ki, bunu 1 il ərzində də edə bilərsiniz, 2 il ərzində də edə bilərsiniz. Çünki Bakı Dövlət Universitetinin və ümumiyyətlə məncə Azərbaycandakı bütün universitetlərdəki müəllimlər o qədər güclüdür ki, yəni şəxsən bizə, yəni elə dərslər keçilir ki, biz həqiqətən də elə bir kursdayıq və biz həqiqətən də bir ingilis dili danışırıq. Yəni əslində bunu sonra deyəcəkdim, amma eyb yoxdur. Bu ikinci müsbətdir. Odur ki, siz məsələn evdə hazırlıq görürsünüz, məktəbdə hazırlıq görürsünüz. Yəni deyirsiniz ki, məktəbdə də mən onsuz ingilis dilində yəni dərs alırdım da. Bunun onunla nə fərqi var? İndi bunda pul ödəyirdim, bunu ödəmirəm.
Yəni belə bir sual doğrulur ağlınızda. Amma həmin o suala cavablayım. Siz məktəbdə və hazırlıqda ingilis dilini necə öyrənirdiniz? Listening ki, o listeninglər elə asandır ki, sizə gedin bir dənə IELTS imtahanının listeninginə qulaq asın, şoka düşəcəksiniz. Yəni o qədər fərq var ki, aralarında. Nəysə, deməli, siz məktəbdə və hazırlıqda yalnızca oxuyurdunuz, qrammatika öyrənirdiniz, lüğətdən sözləri öyrənirdiniz məcburi və daha sonra isə gedirdiniz onu danışırdınız və s. Sizin qulağınız yəni eşidirdi söz hardasa 1 saat, 2 saat, maksimum 3 saat. Sonra isə yenidən Azərbaycan dilində dərslərə davam edirdiniz. Hər şey Azərbaycan dilində idi, həyatınız Azərbaycan dilində keçirdi və bu artıq yəni ingilis dilini tam öyrənmək deyil. Yəni xəyal qırıqlığı olsa da, bəli, siz sadəcə imtahana hazırlaşırsınız və ingilis dilini tam öyrənmirsiniz. Lakin siz universitetdə, yəni ingilis dili tədrisində siz artıq tamamilə sıfırdan sayılmır. Çünki bazanız olmalıdır burada. Bunun bir mənfisidir. Sizin çox böyük, yəni baza olmasa da alt bir bazanız olmalıdır ingilis dilində. Yəni sıfırdan olmasa da siz altdan başlayırsınız və ingilis dili öyrənməyə başlayırsınız. Yəni bu o qədər müsbət bir şeydir ki, yəni mən bunu anlat bitirə bilmərəm. Çünki çox müsbətdir həqiqətən. Yəni siz belə deyim də, digər bir müsbətinə keçək. Siz o fərqi demək istəyirəm əslində. Burada universitetdə saat 9-un yarısı 8:30-da universitetə daxil olursunuz, girirsiniz. 13:35-də universitetdən çıxırsınız. Və sizin gün ərzində 3 dənə dərsiniz olur. Elə gün olur 2 dərs olur, amma sizə normada deyim də 3 dərs. Və 3 dərsin hərəsi də 90 dəqiqədir. 90 dəqiqələrdə də 45-lər bölünür, 45-45, arada da 5 dəqiqə fasilə ilə. Ümid edirəm başa sala bilirəmdir sizə. Nəysə, və yəni belə deyim də 45 dəqiqə bir dərs tədris olunur sizə. Məsələn, Azərbaycan tarixi tədris olunur sizə. Sonra 5 dəqiqə fasilə verilir və yenidən Azərbaycan tarixi 45 dəqiqə sizə tədris olunur. Bu da olur 90 dəqiqə bir dərs. Başa düşdünüz? Ümid edirəm ki. Və siz artıq bu tarixi, siz bunu ancaq Azərbaycan dilində keçirsiniz. Üzr istəyirəm, ingilis dilində keçirsiniz. Yəni tarixdir. Biz onu ancaq Azərbaycan dilində bilirik. İndiyə kimi Azərbaycan dilində öyrənmişik. Mezolit, alt paleolit, üst paleolit, orta paleolit. Yəni biz bunların hamısını Azərbaycan dilində öyrənmişik. Lakin biz burada ali səviyyədə ingilis dili öyrənirik. İngilis dilində öyrənirik bunları. Yəni terminlərə qədər siz burada ingilis dilində bilirsiniz. Yəni bu çox müsbət bir şeydir. Və sözümdən çox yayındım. Və yəni siz burada həmin 13:35-ə kimi hardasa yəni çox böyük müddət eləyirsiniz. Tam dəqiq deyə bilmərəm, düzdür. Amma səhv eləmirəmsə 4-5 saat olmalıdır təxmini. Və 4-5 saat ərzində siz yalnızca ingilis dilində danışırsınız, eşidirsiniz, yazırsınız, oxuyursunuz və məcburi olsa da, utanmaq hissiniz olsa da, o sözü səhv belə desəz, seminarda siz kürsüyə çıxıb, yəni biz ingilis dili təhsilini aldırıq deyə bizdə 25 nəfər var, 25 nəfər yer ayrılıb deyə 25 nəfər var və siz 25 nəfərə və bir də müəlliməyə baxıb dərs danışırsınız ingilis dilində. Burada utanmaq olmaz. Sözlər çaşdırmaq olar. Çünki hər birimiz insanıq dostlar. Yəni bundan qorxmayın. Yəni sizə tövsiyəm ola bilər ki, qorxmayın əsla. Və siz artıq o 3-4 saat, 5 saat boyunca qulağınız o sözü eşidir, o sözü deyirsiniz, o sözü yazırsınız, o sözü əzbərləyirsiniz ki, ev tapşırığı verilirsə, o sözü əzbərləyirsiniz. Yəni bu o deməkdir ki, siz ingilis dilini dərindən, təmiz və aydın şəkildə öyrənirsiniz. Yəni ümid edirəm ki, başa sala bildim. Yəni mən indi deyəcəksiniz ki, mən bəlkə dərsə qulaq asmayacağam, hardan bilirsən mən oxuyacağam. Dərsə qulaq asmayacaqsınızsa dərsdən kəsiləcəksiniz. Dərsdən kəsiləcəksinizsə dövlət sifarişiniz ala bilməyəcəksiniz. Yəni stipendiya ala bilməyəcəksiniz. Buna görə də oxumaq və yenə oxumaq lazımdır. Daha sonra isə sizə belə deyə bilərəm ki, hər şey ingilis dilində söhbətinə gələn bir də deyinim. Belə bir şey var ki, siz ingilis dilində, hər şey həqiqətən ingilis dilindədir. Məsələn, bunu ata bilərəmmi? Əlinizdə salfetka var, çöpə atmaq istəyirsiniz. Bunu ata bilərəmmi? Sual soruşa bilərəmmi? Bunların hamısını ingilis dilində deyirsiniz. Yəni, təsəvvürsünüz, can I ask question? Yəni, bunu
siz ingilis dilində deyirsiniz. Yəni müəllim, olar mən sual soruşum? Bunu demək olmaz. Yəni siz ingilis dilində təhsil alırsınız və hər şeyiniz ingilis dilində olur. Bunun müsbətləri idi. Yəni ümid edirəm ki, fikrimi tam aydın sizə çatdıra bildim. Özüm də hal-hazırda 2 həftədir universitetə gedirəm. Bu ay artıq 30-udur. 2 həftədə universitetə gedirəm və 2 həftə ərzində müsbət saydıqlarım, mənə görə müsbət olanları sizə çatdırdım. Digər cəhətdən biz mənfilərinə keçid etsək ki, tədris ingilis dilindən mənfiləri nə ola bilər? Birinci mənfisi odur ki, siz ingilis dilində tədris alırsınızsa, sizin bazanız olmalıdır. Çünki dediyim kimi, hər şey ingilis dilindədir. Siz telefona zəng gəlir, telefona zəng üçün çölə çıxmaq istəyəndə belə, onu belə ingilis dilində deməlisiniz. Seminarlar təşkil olunur, danışacaqsınız, hazırlaşacaqsınız evdə, onu ingilis dilində edəcəksiniz. Onu anlayıb ingilis dilində eləməlisiniz və bunun üçün də təbii ki, sizə baza lazımdır. Yəni, bazanız yoxdursa, sizə ingilis dili çox çətin olacaq. Yəni, hətta belə deyim, məndə yenə baza var idi. Yəni, mən elə bir xüsusiyyətli insana, bir xarakterim var ki, mən asan pes etməyi sevmirəm. Yəni, mənə də çətin gəlmişdi. Hamıda olduğu üçün, çox insanda olduğu kimi mənə də çətin gəlmişdi və mən şok yaşamışdım ki, mən kollektivumda dekabrda 27-si, 26-sı imtahan verdiyimiz zaman semestrdan semestra keçmək üçün və mən şok yaşamışdım ki, mən nə edəcəm? Yəni, mən necə imtahan verəcəm? Amma adaptasiya müddəti var ki, siz artıq başa düşürsünüz. Əslində, yəni, orada müəllimə nə danışırdısa, biz anlayırdıq. Amma gəl ki, biz nəsə danışmaq istəyirdisə, biz artıq dolaşırdı bizdə və mən utanmırdım. Yəni, ən əsası oydu ki, mən utanmırdım və mənim bazam yaxşı idi, belə deyim. Və mən o bazadan istifadə edərək müəlliməyə dərs danışırdım, kürsüyə çıxırdım, seminarda iştirak edirəm və bunlar məncə pes etməmək lazımdır bu mənfilərə qarşısında. Çünki həyatda hər zaman mənfilər, müsbətlər olacaq və sizin qarşınızda bir çox yerlərdə maneələrə rast gələcəksiniz və siz o maneələri aşmalısınız təbii ki. Yəni, ingilis dilində tədrisin mənfiləri, müsbətləri bunlardır. Mənfiləri demək çox absurddur. Çünki mənfi sadəcə bir çətinlikdir və mən artıq onu mənfi kimi görmürəm, dostlar. Çünki mən o maneəni aşmağa çalışıram. Çünki hər şey ingilis dilindədir və mən bundan, təbii ki, mən öz ixtisasımdan, öz təhsilimdən imtina edə bilmərəm. Yəni, istəmirəm çünki imtina eləmək, əziyyətim var. Və mən çabalayıram, öyrənməyə çalışıram, definitionları öyrənirəm, ingilis dilində sözlər öyrənirəm. Bu arada müsbətlərdən birini də deyim ki, siz ingilis dilində dərslər olur, 6 dərs, jurnalistika giriş, xidyak, yəni xarici dil, ingilis dili belə deyim qısaltması, adyak, bunun uzun-uzadı bir açıqlaması var, bura qeyd edərəm. Adyak, yəni Azərbaycan dili, siz burada fonetika keçirsiniz, fonetik normalar keçirsiniz, ünsiyyət, kommunikasiya, bunları keçirsiniz. Daha sonra Azərbaycan tarixi, Türk ədəbiyyatı və dünya ədəbiyyatı. Bu 6-sını keçirsiniz və bu 6-sından yalnızca bir dənəsi istisnada adyakdır ki, o yalnızca Azərbaycan dilinədir. Yəni, siz orada artıq ingilis dilində istifadə etmirsiniz. Və digər 5 fən hamısı ingilis dilindədir. Hər şey ingilis dilindədir. Dediyim kimi, bunu 1000 dəfə vurğuladım, amma həqiqətən də hər şey ingilis dilindədir. Yəni, təsəvvürsünüz ki, bizdə nümunə kimi çəkə bilərəm jurnalistikaya giriş müəlliməmizi ki, bizim jurnalistikaya giriş müəlliməmiz həqiqətən həm mükəmməl müəllimədir, həm də ki, buna çox diqqət edir. Yəni, tam 45 dəqiqə boyunca yalnızca və yalnızca ingilis dilində danışır. Yalnızca 5 dəqiqə fasilədə ingilis dilində yox, Azərbaycan dilində danışır. Və dərs boyunca ingilis dilində danışır, ingilis dilində başa salır və elə aydın, rəvan başa salır ki, digər müəllimlər də eyni şəkildə. Yəni, siz hər şeyi anlayırsınız. Yəni, sizə qorxulacaqlar ki, ingilis dilində təhsildəsən, necə eləyəcəksən falan. Amma həqiqətən də müəllimlər o qədər yaxşı olur ki, o qədər sizə hər şeyi anlatır ki, bilirsiniz ki, artıq qorxmursunuz. Yəni, bu da artıq jurnalistikanın müəllimlərinin və Bakı Dövlət Universitetinin müəllimləri məncə müsbətidir. Qısaca dostlar, sizə bu günləri mən nəyə görə ingilis dilində təhsil vacibdir, müsbətləri, mənfiləri
Onları göstərdim. Siz də ixtisas seçimində seçim edə bilərsiniz ki, nəyə görə Azərbaycan dili, nəyə görə ingilis dili. İngilis dili ümumiyyətlə sizə axırıncı dəfədə deyirəm, beynəlxalq dildir. Yəni dünyada nə qədər ölkə var, o ölkələrdən ən azından bir insan belə ingilis dilini bilir və siz ölkədən xaricə çıxdığınız zaman bir dil bilməlisiniz ki, hər kəs anlasın. Tutalım ki, getdiniz Parisə. Fransız dilini mütləq bilməli deyilsiniz. İngilis dilini bilsəz o sizə bəsdir. Fransada bir su istədiniz, getdiniz, yəni yaxud da nə bilim, yerdə nəsə görmüsünüz, sizə aid deyil. Siz onu yığıb Azərbaycan dilində fikrinizi ifadə edə bilməzsiniz. Yəni normal olaraq. Fransız dilinə də bilmədiyinizə görə ingilis dilində fikrinizi ifadə edirsiniz və artıq siz beynəlxalq bir dili öyrənirsiniz. Yəni bunun siz yüksəkliyini, bunun müsbətliyini anlata bilirəmmi, bilmirəm sizə, amma yəni çox əla bir şeydir bunu bilmək. Yəni dil öyrənmək hər zaman mükəmməl bir şeydir. Hər zaman dərdinizə bir dərman tapmağa çalışırsınız artıq. Belə dostlar, ümid edirəm ki, sizlərlə birlikdə bu günləri sizə izah edə bilmişəmdir. İngilis dilinin müsbətlərini, mənfiləri sayılarını bilmirəm, amma mənfilərini. Və ümid edirəm ki, bu sizə yararlı, faydalı olmuşdur. Fikirlərinizin hamısını oxuyuram. Yorumları qeyd etməyi unutmayın. Kanala abunə olmağı, yorum atmağı, like etməyi və paylaşmağı unutmayın. Suallarınızı, gələcək videolar hansı videolar olsun, mövzularımız hansı mövzular olsun, aşağıda yorumlarda mənə bildirməyi unutmayın. Sağ olun.